Erdoğan'la görüşten önce Trump'la Netanyahu bir araya gelir. İran'a karşı sürpriz kararlar gözlənilir. İsrailin baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarında növbədənkənar səfərdədir. Məlumatlara görə Benyamin Netanyahu səfər çərçivəsində Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'la da görüşəcək. Netanyahu'nun səfəri zamanı Həmas Tel-Əvivdən 32 km cənubda yerləşən İsrailin Aşdod şəhərini Qəza zolağından raket atəşinə tutub. Baş nazir İsrail Müdafiə Ordusuna cavab zərbəsi endirməklə bağlı tapşırıq verib. Benyamin Netanyahu'nun Vaşinqton səfərindən bir neçə gün əvvəl İsrail Suriya raket zərbələri endirib. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan isə bununla bağlı bildirib ki, Suriyada İsraillə qarşı durma istəmirlər. Çünki Suriya Suriyalılara məxsusdur. Bu ölkədəki yeni hakimiyyətin rəsmi Ankara ilə sıx münasibəti regionda bir sıra ölkələri narahat eləyir. Belə güman olunur ki, Suriyadakı yeni hakimiyyətin əsas məsləhətçisi Türkiyədir. Yeri gəlmişkən ölkənin prezidenti Əhməd Əşşəranın bu günlərdə Türkiyəyə yenidən səfər edəcəyinə dair xəbərlər yayılıb. Bu onun cari ildə dövlət başçısı kimi ikinci səfər olacaq. Apreldə Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanın Amerika Birləşmiş Ştatlarına səfəri də gözlənilir. Onun Trump'la görüşündə Suriyada sabitliyin qorunması, yeni hakimiyyətin funksional vəziyyətə gətirilməsi və normallaşma prosesinin sürətləndirilməsi üçün Amerika Birləşmiş Ştatları ilə birgə səy göstərilməsi, Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması, Suriyalıların təhlükəsiz və könüllü qayıdışına yardım edilməsi, Amerika Birləşmiş Ştatlarından yeni dövrdə Türkiyənin maraqlarını nəzərə alan bir anlayışla terrorla mübarizədə addım atılması, müdafiə sənayesi sahəsində iki ölkənin əməkdaşlığını gücləndirməsi, F-16 tədarük prosesinin tamamlanması və Türkiyənin F-35 proqramına yenidən daxil edilməsi kimi məsələlərin müzakirə ediləcəyi, uyğun addımların atılacağı gözlənilir. İranın müharibəyə hazır olmasına dair açıqlamaları da regionda vəziyyəti gərginləşdirən amillərdəndir. İslam Respublikasının ali rəhbəri Əyətullah Seyid Əli-Xameneyi bildirib ki, müharibəyə hazırdılar və ölkənin silahlı qüvvələrinin döyüşə hazır vəziyyətə gətirilməsi barədə göstəriş verib. İranın Xarici İşlər naziri Abbas Əraqçı isə Amerika Birləşmiş Ştatları ilə danışıqlara hazır olduqlarını bildirib. Onun sözlərinə görə bunun üçün ştatlar İslam Respublikasına sanksiyaları zəiflətməlidir. Bu açıqlamalarla yanaşı, aprelin 7-sində İran Xarici İşlər Nazirliyinin sözcüsü Amerika Birləşmiş Ştatları ilə danışıqlara dair ölkəsinin yeni təklifini açıqlayıb. Onun sözlərinə görə İran Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparmaq üçün Omanın vasitəçiliyini qəbul edə bilər. Bu ideya reallaşarsa, onda Oman danışıqları keçirmək üçün əsas namizəd olacaq. İsrail Türkiyə, eləcə də Suriyadakı hakimiyyətə PKK-çılarla təzyiq eləməyə səy göstərirdi. Ancaq Əhməd Əşşəranın bu qruplaşmaya tərki silahla bağlı müraciətindən sonra onlar rəsmi silahlı qüvvələrə qoşulacaqlarını razılıq verib. Bu günlərdə isə PKK silahlıları Suriyanın Hələb şəhərini tərk edib. Belə qənaətə gəlmək olar ki, İsrailin baş naziri Amerika Birləşmiş Ştatları İran, Amerika Birləşmiş Ştatları Türkiyə danışıqları ilə bağlı müzakirələrdə mövqelərinin nəzərə alınmasını Ağ Evdən istəyir. Benyamin Netanyahu'nun Amerika Birləşmiş Ştatlarına səfəri Yaxın Şərqin yenidən qurulmasına da müsbət təsir göstərə bilər. Çünki Livanda Hizbullah, Qəzada Həmas zəifləyəndən sonra növbədə Husilər və İrandakı hakimiyyətlə bağlı məsələ gündəliyə çıxır. Bu arada İran, İraqdakı Tehran yönlülərdən vəziyyəti gərginləşdirmək, yaxud regionda üstünlüyünü göstərmək üçün istifadə edə bilər. Mümkün bu variantların qarşısını almaq məqsədi ilə İraqın İrandan azad edilməsi prosesinin başlanılması təklif edilir. Çünki son günlər Həmasın İsrailə zərbə endirməsi, Hizbullahın Suriyada hücumlar keçirməsi, habelə Bəşər Əsəd rejimindən qalma hərbçilərin ölkənin Tartus və Latake bölgələrindəki qiyamı Tehranın özünü göstərməsi kimi dəyərləndirilir. Ona görə də belə ehtimal eləmək olar ki, hökumət başçısının Amerika Birləşmiş Ştatlarını ziyarəti İranın regionda aktivliyinin zəiflədilməsi, Suriyadan İsraili gözləyən təhlükənin aradan qalxması, Həmasın girovları azad edilməsi, Türkiyə ilə aralarında olan mövcud anlaşılmazlıqların həllidir. Bu kimi məsələlərin həlli yaxud müəyyən razılıqların əldə edilməsi Yaxın Şərq bölgəsinin inkişafına, əlaqələrin genişlənməsinə təkan verə bilər. Məsələnin həllinin davamı isə Amerika Birləşmiş Ştatları Türkiyə zirvə toplantısında baş tuta bilər. Hətta Əhməd Əşşəranın
Türkiyə səfəri zamanı Donald Trumpa müəyyən ismarışları çatdıracağı da istisna edilmir. Amerika Birləşmiş Ştatları İran nümayəndələrinin görüşündə isə regiondakı başlıca problemin həllinə ümidlər arta bilər. Bu səfər İsraillə bölgədəki Ərəb ölkələri arasında əlaqələrin, əməkdaşlığın genişlənməsinə stimul ola bilər. İsrail Baş nazirinin Amerika Birləşmiş Ştatlarına növbədənkənar səfərini Trump, Erdoğan və mümkün Vaşinqton-Tehran görüşlərinə hazırlıq kimi də dəyərləndirmək olar. Odur ki, may region üçün sürprizlər vəd edən aya oxşuyur. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.